Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Kanal 21 xəbər verir ki, müraciətdə deyilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvarın 17-sindən 22-sinədək ölkə ərazisində hava şəraitinin yenidən dağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Başa çatmaqda olan həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi, hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir. Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli yoxuşlu yollarda, körpülərdə, səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdən qaçılmamalıdır. Dövlət Yol Polisi əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görür. Bununla yanaşı Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə həftə sonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki təhlükəsizlik baxımından ələlxüsus şinlərin yararsız mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasında əyləşməməyi, sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyə xahiş edir.